Bakı bağlarını tut ağacı olmadan təsəvvür etmək olmaz. Novxanaya gəldinsə, tutdan danışmalıyıq. Şipşirin ağ tutdan hazırlanan bəhməzin indi əsl vaxtıdır. Ramiz dayı bugün milli mətbəximizin daha bir möcüzəsi, tut bəhməzinin hazırlanması qaydasını izah edir. Ağ tutun əsl vaxtıdır indi, deyən vaxtıdır. Bizim öz bağımız var Sarıqaya bağlarında. Bu gördüyünüz bu qazanla bir dənə tut gətirdik. Sonra biz onu gətirdik, onu biz otda, həmin bu ocaqda biz bir burun deyirik, bir burun qaynatdıq onu. Sonra onun suyunu sıxdıq, götürdük. Bizim axırımız var. Axırda onu kisələrə tökdük, sıxdıq tamam suyunu. Gətirdik bir daha mis tavadır. Qədim mis tavadır bu da. Tarixi də bunun çoxdur. Anamdan da anasından, onlardan qalıblar. İndi biz bunu burada tut doşabını hazırlanır. 2 dənə, 3 dənə yumurtanı vururlar. Onun bütün köpüyünü, çirkini, necə deyərlər də, belə də kəbir, o qaynayana yaxın hamısını çıxartır üzə. Sonra biz həmin bu kəpgir deyirik. Bu da qədim kəpgirdir. Hardasa bir 200-300 il bəlkə də bunların tarixi var. Çox gözəl olur mis qabda xorey bişirəndə. Yəni ki, adi bir mis qabda o qalaylamış. Su üçün görürsən ki, görün onun ləzzətini necədir. Ocaqda adidir, bunu da pişirin. Qazın üstündə o tamı görməyəcəksən, o ətri görməyəcəksən. Hər vaxtı götürmək olmaz onu. Onun bir vaxtı var ki, gəlir, mıncıqlanır, hələ vaxtı olur, yoxlayırlar. Qadınlar bilir onu, yoxlayırlar, görürlər, doşab gəlib. Doşab gəlib, onu da əməlləri onlar bilirlər. Ondan sonra onu götürür. Hər vaxtı götürmək olmaz. Tez götürərsən, turş olar, turşuyar o saat. Saxlaya bilmərsən onu. Gec götürərsən, qatı olacaq. Heç belə 2 aydan sonra xarlanacaq, balondan boşalda bilməyəcəksən. Bəli, istəyirsən onu illərlə saxla, doşab xarab olan şey deyir. Bizdə o xaşıl deyirlər, qışda xaşılına tökürüb onu yeyirik. Soğan halvası deyirlər biz, səməni halvası deyirlər. Onun da vaxtı var da, o Novruz bayramında, indi də əliyirlər. Onun da prosesləri çoxdur. Bu olmasa, bu yox, üzüm doşabı olmasa onu əvvələ gətirmək olmaz. Buna axır deyilir, bu axırdır. Üzüm əzilən yerdir. Sonra biz onu yuyuruq təmiz, tökürük bura, çıxır buradan. Bu gördüyünüz Şiraxay torpağıdır. Bunu da kəntin xüsusi yerlərində 1 metr dərinlikdə qazıb çıxartırıq. Onu 2 ocondan tökürük onun içinə. Balaca belə eləyən kimi necə ki əhəng söndürərlər, ocuna başlayır qaynamağa. Qaynadırıb doşab pişiririk onu. Üzüm doşabı bəli. Üzüm doşabı hələnçini əməliyyət.